Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. Deməli, Şeyx keçir növbəti baba deyir ki, bəbun, yenə ayə gətirir. Və qavlillahi teala, ya əhləl kitab limə tuhaccuna fi İbrahim. İlə qavlihi və mə kənə minəl müşrikin. Sonra deyir ki, Şeyx, və qavluhu və mən yərğəbu an millət İbrahim illə mən səfihə nəfsə. Və ləqəd istəfəynəhu fid dünya və innəhu fil əxirət ləminəs salihin. Deməli, bu iki ayənin ikisi də İbrahim əleyhissalamla bağlıdır. Səhifə 100. Yox, məndən düz gəlməyəcək. Onlarla bax, məndə şərh. 30. Deməli, ayədə Şeyx deyir ki, ayəni gətirir. Bu ayədə deyir ki, ey kitab əhli, nə üçün İbrahim barədə mübahisə edirsiniz? Bu ayəni başa düşmək üçün də əvvəlki ayəni oxumaq lazımdır. Əvvəlki ayədə deyir ki, Allah, qul ya əhləl kitabı təaləv ilə kəlimətin səvan beynənə və beynəkum əllə nə'budə illallah və lə nüşrikə bihi şeyən və lə yettəxidə ba'dına ba'dan ərbəbə min dunillah fə in təvəllə fəqulu şəhədu biyənnə muslimun. Bundan əvvəlki ayədə də kitab əhlinədir. Deyir, yəni ey Muhammed sallallahu aleyhi ve sellem, onlara deyir ki, ey kitab əhli, sizinlə bizim aramızda olan bir kəlməyə gəlin. Sizinlə bizim aramızda olan kəlmə nədir? Yəni, siz də deyirsiniz ki, Allah təkdir, biz də deyirik Allah təkdir. Əllə nə'budə illallah. Və deyir, yalnız Allaha ibadət eləyək. Siz necə Allaha çağırmırsınız, tək deyələmişsiniz. Gəlin onda bir kəlmə ilə birləşək. Əllə nə'budə illallah və lə nüşrikə bihi şeyən. Yalnız Allaha ibadət eləyək və ona heç bir şey şərik qoşmayaq. Və bir-birimizi Allahdan qeyri rəblər seçməyək. Bu nə deməkdir? Yəni, Allahın halal etdiyini haram etməyib, Allahın haram etdiyini halal etməyib. Çünki kitab əhlinin, necə rahibləri Allahın halal etdiklərini haram etmişdir və ya haram etdiklərini halal etmişdir. Fəin təvəlləv, deyir ki, ey Muhammed s.ə.v. Yəni, əgər onlar üz döndərsələr, onlara deyin. Görürsən, birinci əmr nə idi? De. İkinci əmr nədir? Deyin. Burada Quran-ı Kərimin xüsusiyyətlərindən biridir. Xas hökm çevrildi umumi hökmə. Birinci de, ey Muhammed. Sonra deyir ki, deyin. Deyin ki, fəqulu şəhədu biyənnə muslimin. Şahid olun ki, biz müsəlmanlarıq. Yəni, biz Allaha təslim olduq, siz olmadınız. Ondan sonra deyir ki, ya əhləl kitab limə tuhaccuna fi İbrahim və mə unzilət təvrat və lincilu illə min ba'd. Əfələ təqilun. Deyir, İbrahim barəsində niyə mübahisə edirsiniz? Tövrat, İncil ondan sonra nazil olmuşdur. Məgər düşünmürsünüz? Yəni, burada Allah subhanət demək istəyir ki, onlar Yahudi və Xristiyanlar, onlar bəziləridir ki, İbrahim Yahudi idi. Bəziləridir ki, İbrahim Xristiyan idi. Niyə görə? Çünki İbrahim əleyhissalamın bütün dinlərdə uca məqamı var. Və Peyğəmbərlərin atası deyilir. İbrahimə özlərinə nisbət eləmək üçün belə bir yalan uydurdular. Və Allah subhanət onları deyir ki, onun barədə niyə mübahisə edirsiniz ki, Tövrat da, İncil də ondan sonra nazil olub. Necə Yahudi Xristiyan ola bilər İbrahim? İşte ona görə deyir. Sonra deyir ki, o məkənə minəl müşrikin. Görürsən, Şeyx burada dedi ki, ayəni gətirir. Sonra deyir ki, o məkənə müşrikin, yəni ayə davam edir. Ayənin dalında deyir ki, hə əntum həulə həcəştum fīmə ləkum bihi ilmun fəlimə tuhaccuna fīmə leysə ləkum bihi ilm والله يعلم أنتم لا تعلمون ما كان إبراهيم يهوديا ولا نصرانيا ولكن كان حنيفا مسلما وما كان من المشركين. Deyir, siz o kəslərsiniz ki, elminiz olmayan bir şey barədə mübahisə edirsiniz. Allah bilir, siz isə bilmirsiniz. İbrahim nə Yahudi idi, nə də Nəsrani idi. Lakin hənif idi, müsəlman idi və müşriklərdən deyildi. Yəni, aydın oldu da niyə görə Şeyx burada bunu gətirir? Yəni, bunun İslamın fəziləti ilə nə əlaqəsi var bu babın? Onu birinci düşünmək lazım. Çünki İbrahim əleyhissalam müsəlman idi. İslam üzərində idi. Tövhid əhli idi. Və Yahudilər, Xristiyanlar özlərini nisbət eləsələr, yəni onların dinində deyildi. Ona görə bu ayəni gətirdi Şeyx. Və sonra Şeyx Salih Fəvzan deyir ki, əhləl kitab humul yahud və nəsar. Kitab əhli deyəndə Yahud və Nəsranilər qəsd olunur. Limə da'ahum Rasulullah sallallahu aleyhi ve sellem ilə İslam və qalə inni Rasulullah ileykum cəmiyyən əlləzi ləhu mulku səməvat və rəd qalu lə nəttəbi'ukə nəhnu alə dini İbrahim. Dedilər ki, ola Peyğəmbər sallallahu aleyhi ve sellem bu hadisənin baş verməsini də deyir ki, Şeyx Salih Fəvzan,
Yəni bu hadisə o elə baş verir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm onlara dedi ki, mən bütün hamınız üçün rəsulam. O kimsənin rəsuluyam ki, göylərin və yerlərin məlikidir. Yəni Allahın rəsuluyam. Onlar isə dedilər, yəni kitab əhli dedi ki, biz sənə tabe olmayacağıq. Çünki biz İbrahimin dini üzərindəyik. Yəni kitab əhli belə cavab verdi. Ondan sonra bir ayə nazil oldu ki, Yüce Allah belə deyir: İnnə əvlən nəsi bi İbrahim ləlləzi ittəbə'uhu və hədən nəbiyyu vəlləzi əmənu vallahu vəliyyul müminin. Əl-İmran surəsi 68-ci ayə nazil oldu ki, insanlardan İbrahimə tabe olmağa ən layiq olan bu peyğəmbərdir, yəni Muhammed sallallahu əleyhi və səlləm və onunla birlikdə iman gətirənlər. Allah möminlərin vəlisidir. Ondan sonra deyir ki, ya əhləl kitab limə tuhaccuna fi İbrahim. Niyə görə İbrahim barəsində mübahisə edirsiniz? Baxmayaraq ki, sıralamada 68-ci ayə arxadadır. Ondan sonra birinci gəlir. Ona görə bəzi ayələrin nazil olma sıraları rəqəmlərlə ola bilər, düz gəlməz. Necə surələr düz gəlmir. Məsələn, birinci surə hansı nazil olub? Ələq surəsinin 5 ayəsi. Amma kitabın arxasındadır. Hətta Osman radiyallahu anh kitabı yazdıranda əmsi oğlu ona deyir ki, bu ayə axı əvvəldə nazil olub. Özdə bu ayə nazil olub, özündən əvvəlki ayəni nəsx edib. Osman radiyallahu anh deyir ki, ayələr necə gəlib elə də yaz, yerlərini dəyişmir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyib, bu 68-ci ayədə elə də yaz, yerini dəyişmir. Baxmayaraq ki, bu ayə birinci nazil olub. Aydındır. Ona görə də həmişə Quran-ı Kərimin təfsirinə, şərhinə ehtiyac var. Ənə kullə minkum yəddə'ə ənə İbrahim. Və onlarda hər biri iddia edir ki, İbrahim Yahudidir və bəziləri deyir İbrahim Nəsranidir. Şeyx Salih Fovzan təzbirləndi, deyir, ya subhanallah. Necə deyir, Nəsrani və Yahudi ola bilər ki, Tövrat, İncil İbrahim əleyhissalamdan sonra nazil oldu. O görməyib heç onları. Mümkün deyil. Və uzun müddət keçib üzərlərindən. Ya əhləl kitab limə tuhaccuna fi İbrahim. Bayaqçı ayəni gətirir. Fi İbrahim və mə unzilət Tevrat və İncilu illə min ba'd. Necə ki, ayədə gəlir. Sonra Şeyx Salih Əli Şeyx deyir ki, Ər-raddu fi za'mil Yahudu və Nəsara ənə İbrahim aleyhissalam minhum. Yahudu və Nəsranilərə rədd etməyin iki yolunu gətirir. Ki, İbrahim aleyhissalam onlardan deyil, onlar dini üzərində deyil. O da ki, Ənə İbrahimə kənə qablə zuhuril Yahud və Nəsara, yəni eyni şeydir. Yahud və Nəsranilərdən sonra gəlib ayəni gətirir. Və mə unzilət Tevrat və İncilu illə min ba'di. Sonra deyir, ənəhu kənə muslimən. O müsəlman idi. Və innəmə yeşrəfu mən əsləmə kəmə kənə İbrahim muslim. Mə kənə İbrahim Yahudiyən və Nəsraniyən və ləkin kənə hənifən muslimən və mə kənə müşrikən. Çünki Allah onu müsəlman adlandırmışdı. Aydındır. Ondan sonra ikinci ayədə şeyxin gətirdiyi, daha doğrusu üçüncü ayədə və mən yərğəb an milləti İbrahim illə mən səfihə nəfsə. Özü özlüyündə səfih olan kimsədən başqa heç kəs İbrahimin dinindən üz döndərməz. Yəni İbrahimin dinindən ancaq səfih üz döndərə bilər. Və ləqad istəfeynə fid dünya. Artıq biz onu dünyada seçmişdik. Və innəhu fil əxirəti ləminəs salihin. Və axirətdə də o salih olan kimsələrdəndir. Burada və mən yərğəbu sözü, yəni üz döndərmək mənası ərəb dilində iki məna verir. Fər-rəğbətu an şey, anlə gələndə, yəni an hərfi cəri ilə gələndə üz döndərmək mənasını verir. Necə Peyğəmbər s.ə.v deyir, mən rəğibə an sünnəti, kim mənim sünnətimdən üz döndərərsə. Amma fi ilə gələndə isə əmmə rəğbətu fi şey, o şeyi tələb etmə mənasına gəlir. Yəni ona rəğbət bəsləmək mənasına gəlir. Fi ilə gələndə. Burada səfih sözü, mən səfihə nəfsə, yəni səfih kimsə sözü, əl-xiffətu fil-aql, yəni ağlında zəiflik olandır. Və o özü özlüyündə zəifdir, səfihdir və elə zənn edir ki, ağıllıdır. O kimsəyə deyilir səfih. Özünü ağıllı zənn edən. Və elə bir ki, o hikmətlidir, müdrikdir əmirlərdə, hansısa işlərdə. Lakin deyir, o həqir bir adamdır və səfihdir. Səfih o kimsəyə deyilir. Sonra Şeyx Salih Fovzan deyir ki,
əxləsə dinəhu lillah. Yəni İbrahim əleyhissalam öz dinini Allaha ixlaslı şəkildə tabe etmişdi. Özünü Allaha ixlaslı şəkildə tabe etmişdi. Çünki ayədədir ki, İz qalə ləhu rabbuhu əslim. Bir zaman Rəbbi ona dedi ki, təslim ol. İbrahim əleyhissalama o dedi ki, qalə əsləmtu li rabbil aləmin. Aləmlər Rəbbi olan Allaha təslim oldum. Yəni ki, boyun əydim. Aləmlər Rəbbi olan Allaha boyun əydim mənasındadır. Sonra şeyh hədis gətirir və deyir ki, وفيه حديث الخوارج قد تقدم وفيه أنه صلى الله عليه وسلم قال إن آل أبي فلان ليسوا لي بأولياء إنما أولياء المتقون وفيه حديث الخوارج قد تقدم və həmçindədir əvvəldə keçən xavaric barədə olan hədis, şeyh yəni onu xatırlayır, Şeyx Muhammed ibn Abdülvahhab وفيه أنه قال və orada da deyir, buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Əbi filan kəs, elə bir ki, Əbi filan kəs leysu li bi əvliyə. Mənim üçün övliya deyil və ya mənə bir dost adam deyil. İnnəmə əvliyəi, mənə dost olanlar əl-muttaqun, Allahdan qorxanlardır. İnnəmə veliyullahu və salihul müminin. Necə ayda gəlir. Leysu li bi əvliyə sözünü şeyx deyir ki, Şeyx Salih Hovzan, yəni mənə dost olanlardan deyil, əl-vəlayətu və hiyəl məhəbbə. Vəlayə yəni sevgi deməkdir, yəni mənə sevimli biri deyil. Əmmə viləyə, kəsrə ilə olan viləyə, biri o vəlayə, biri o vilə. Viləyə ilə olansa mülk, sultanlıq deməkdir. Mülkə, sultanlığa malik olan deməkdir. Və Peyğəmbər s.ə.v tövhid dinindən uzaq olanı özünə dost seçməzdir. Hətta nəsəbində bir olsa belə. Yəni demək istəyir ki, yəni la yuhibbuhum mədəmu alə qeyri dinihi. Yəni mənim dinimdən başqa bir dində olduqca mən onu sevmərəm. Lakin Peyğəmbər s.ə.v dostları kim idi? Müttəqilər idi. Əgər qohumudursa, Şeyx Salih Hovzan deyir, və həm də adam müttəqidirsə, bu deyir 2 qat fəzilətdir. Amma onun qohumu olub, onun dinində olmamaq onu qurtarmır. Yəni yenə dostu, övliyası sayılmır Peyğəmbər s.ə.v. Sonra müəllif rahimehullah davam edir. Fihi aydan an Ənəs radiyallahu anh da hədis gətirir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləm zükirə ləhu ənə ba'də səhabəti qalə Əmmə ənə fələ əkülül ləhəm və qalə əxaru Əmmə ənə fəəqumu və lə ənəm və qalə əxar Əmmə ənə fələ ətəzəvvəcun nisə وقال آخر أما أنا فأصوم ولا أفطر فقال صلى الله عليه وسلم لكنني أقوم وأنا وأصوم وأفطر وأتزوج النساء وآكل اللحم فمن رغب عن سنتي فليس مني. Bu da məşhur hədisdir. Sahabələr gəlir, sahabələrin bəzisi gəlir Peyğəmbər s.ə.v-in yanına, deyir ki, biri deyir ki, mən ət yeməyəcəm. Biri deyir ki, mən gecələr yatmayacam, gecə namazı qılacam ancaq. Biri də deyir ki, mən qadınlarla evlənməyəcəm. Yəni, evlənməyəcəm. Başqası da deyir ki, mən oruç tutacam, iftar etməyəcəm. Yəni, heç vaxt yemək yeməyəcəm, ancaq oruç tutacam. Peyğəmbər s.ə.v deyir ki, lakin deyir, mən gecə namazına duram və yatıram. Oruç tuturam, hərdən tutmuram və qadınlarla evlənirəm. Və ət də yiyirəm. Ondan sonra deyir ki, fəmən rəqibə an sünnət. Gözə anlə gəldi yenə. Kim mənim sünnətimdən üz döndərərsə, fəleysə minni. Görürsən, yəni ibadətdə belə həddini aşmağı Peyğəmbər s.ə.v sünnətindən olmamağı bildirdi. Çünki onlar ibadətdə ifrata varmışdılar. Onlar elə bilər ki, yaxşı şeydir də, yəni gecəni, bütün gecəni namaz qılırsan, oruç tutursan və qadınlarla evlənmirsən. Deyir ki, hədəl hədisu fi sahih həulə cəmaət min səhabəti yərğabunə fil xeyr vəl-ibadət və tə'ə. Və deyir, bunlar ibadətə, xeyrə, itaətə yönəlmişdilər. Və Peyğəmbər s.ə.v-dən bu şey barədə soruşmağa gəlmişdilər. Amma Peyğəmbər s.ə.v isə onlara bu şeyi inkar etdi. Və burada təhsir var, quluv etməkdən, yəni dində quluv etməkdən, yəni həddi aşmaqdan təhsir var, çəkindirmək var, ibadət olsa belə. Din orta yol tutub.
nə ifrata varmaq olmaz, nə təfridə varmaq olmaz. Öncə deyir, insan bəşərdir deyir, ona gücü çatmır, insan zəif yaratılır. Bu şey ona ağır gələcək, gücü çatmayacaq usta. Axırında isə nə edəcək? Ya bu əməli, o niyyət elədiyi əməl var, davamlı eləmək istədik. Və yaxud da ki, onun üzərində davamlı qalacaq, başqa şey tərk edəcək. Ona faydalı olan. Məsələn, gecəni bütün gecə namaz qılacaq, sübhü ola bilər yatıb qalacaq və yaxud da ki, sübhə ilə qılacaq ki, elə bir namaz qılmayıb. Xuşusuna zərər toxunacaq onun, fikir başqa yerdə olacaq. Və Şeyx Salih Fovzan deyir ki, müşahidə olunur, deyir, gönlündən şeydir insanların içində. Özləri üçün deyir, çətinləşdirirlər dini, sonra deyir, huluva varırlar və bacarmırlar onu. Sonra da deyir, hətta dindən çıxmağa qədər gedirlər. Amma deyir, orta yolu tutmaq və o orta yol üzərində sabit qalmaq ən gözəl olandır, ən yaxşısıdır. Ona görə də huluvu, şiddətli olmağı tərk etmək lazımdır. Peyğəmbər s.ə.v deyir ki, mən rəqibən sünnəti fəleysə minni. Ondan qabaqçı da ayə gətirdi müəllif ki, mən yərqəbən millət İbrahimi illə mən səfiyyə nəfsi. Yəni, həm İbrahim əleyhissalamın dinindən üzünü döndürən səfih sayılır, həmçində Peyğəmbər s.ə.v-in dinindən, sünnəsinə üz döndürən Peyğəmbər s.ə.v dini üzərində sayılmır. Yəni, bunlar oxşar ayələrdir. Hədislə ayə oxşardır. Və burada deyir, bidətdən çəkindirmə var. Çünki deyir, ibadəti Quran və sünnəyə uyğun etmədikdə artıq bidətə çevrilə bilir. Amma Peyğəmbər Allah Subhanahu buyurur ki, "Və ənə hədə sırat-ı müstəqimən fəttəbi." Bu mənim doğru yolumda, ona tabe olun. Sən demədi, bu mənim doğru yolumda, istədiyinizi eləyin. Deyir, bax, budur doğru yol. Yəni, buna tabe olun. Nə gəlibsə, onu eləyin. Bu da deyir, doğru olan yol. Laqad kana lakum fi Rasulillah uswatun hasanatun. Allah Rasulunda deyir, sizə gözəl örnəklər var. Görsən, o ət deyirdi, gecə namaz qılır da daima düzdür, gecə namazını daima qılır. Amma hərdən yatırdı, bütün gecəni qılmırdı ki. Hərdən heç oruç tutmurdu, hər gün oruç tutmurdu ki. Və qadınlarla evlənirdi, ət də yeyir. Və deyir, Allahın dini, belə bir deyim, və dinullah beynəl ğali vəl-cəfi. Ğali bahalıdır, cəfi ucuz bir şeydir. Yəni, deyir, bahalı ilə ucuzun arasındadır Allahın dini. Yəni, orta yoldadır. Yəni, ərəblərdə bir belə deyim var. Yəni, ğali əl-mütəşəddid. Yəni, şiddətli olmamaq, əl-cəfi də munhillüllezî yəqulu innəd-dîne leysə bis-salət vəl-ibadə. Və deyir, aşağı da olmamaq o da o nə deməkdir? Yəni namaz, dində deyir namaz, ibadət, bunlar deyir də vacib şeylər deyil, əməlləri tərk etmək və yaxud da. Yəni onların ikisinin arasında yol tutmaq lazımdır. Necə Allah Subhanahu taala buyurur: "Fəstəqim kəmə umirtə və men təbə ma'aka və la tətğav." Sənə deyir əmr olunan kimi doğru yolda ol. Yəni Allah necə əmr eləyibsə elə. Yəni özündən əmrlər çıxartma. Allah necə əmr eləyibsə o cür doğru yolda ol. Və men təbə ma'ak. Və səninlə birlikdə tövbə edənlər də belə olsunlar. Və la tətğav. Və deyir, həddinizi aşmayın. Ət-tuğyan huvə təşəddüd vəl-ğulu. Buradakı tuğyan sözü elə dində şiddətli olmaqdır, ğulu etməkdir dində. Sonra Şeyx Muhammed Vahhab deyir ki, tətəəmməl. İzə kənə bə'd sahabəti ləmmə əradu ət-təbəttulu lil-ibadəti qilə fi hədəl kələmu ğaliz. Summiyə fi'luhu rğuban an-sünnəti. Fəmə zannukə bi qeyrə hədə minəl-bidə'i. Və mə zannukə bi qeyri-səhabə. Deyir, təəmmül elə. Yəni bu əsəri. Görsən deyir, bunlar sahabəli idi. Bəzi sahabələr idi. Bunlar neynirdilər? Özlərini ibadətə vermək istəyirdilər. Amma deyir, onlara bu qəliz bir kəlam deyildi. Və deyir, onların gördüyü sünnədən etmək istədikləri üz döndərmək sayıldı sünnədən. Halbuki gecə namazı, oruç tutmaq, yəni az yemək, şəhvətlə az məşğul olmaq Peyğəmbər s.ə.v-in sünnəsidir. Amma görürsən, onlar onu ibadət bilib elədilər və deyir, bu sünnəyə üz döndərmək sayıldı. Və deyir, sənin zənnin bidət əhli barəsində necədir? Sahabə olmayanlar barəsində. Peyğəmbər s.ə.v bunu deyir, sahabələr dedi ki, siz belə eləsiniz, mənim sünnəmdən sayılmırsınız, mənim yolundan gedmişsiniz. Bəs deyir, həmin o ibadət adını ibadət qoyub, o küfür, şirk, bidətlər eləyənlər barədə zənnin nədir? İzə kənə həulə sahabə və sahabət hum xeyrul qurun. Baxmayaraq ki, Şeyx Salih Fovzan deyir ki, onlar sahabələrdir və ən xeyirli əsrdə yaşayırdılar. Fəkeyfə bi qeyrihim mən
mutaakhiril qurunellezina təcavuzul hududa fil ghuluv və tətab. Deyir, necə ola bilər ki, onlardan sonra gələn deyir, qövmlər hansılar ki, deyir, həddini aşdılar və quluv elədilər. Və mə cəalə eləykum fid-dini harac. Sizin üçün deyir, dində heç bir çətinlik eləmədi. Ona görə dini çətinləşdirmək olmaz. Həmçinin də insan, deyir, Şeyx Salih Fovzan deyir ki, əksinə diqqət eləmək lazımdır. Dini öz ağlınla da deyir, asanlaşdırmayasan. Dində bəli, asanlıq var, amma sənin ağlınla yox. Sənin istəyin, arzun, havalarınla yox. Çünki deyir, İzə təsəhələ xaraca minəd-din. Çünki deyir, din asanlaşarsa, insan dindən çıxar. Çünki özünə görə asanlaşdırsan, bu olmaz, o eləmirəm, bunu eləmirəm, onu eləmirəm, deyirsən, dindən çıxmırsan. Və izə təşəddədə xaraca minəd-din. Həmçinin şiddətli olmaq da insanı dindən çıxardar. Necə xavariclər görsən, təqvalarından dindən çıxdılar. O qədər hamı təkfir edilər. Necə tarix şahiddir buna. Təkfir elə, axırda özləri təkfir edilər, güzgüyə baxıb. Necə də ki, murciyələr. Dində asanlıq gətirdilər və elə dinə soyuq yanaşaraq ibadətləri tərk edilər. Burada dayanaq. İnşallah gələn dərsdə davam edək. Sallallahu aleyhi və səlləm.